quyruğu sindromu. Bəzi insanlara bu diaqnoz qoyulur və insanlar bundan çox əziyyət çəkirlər, lakin bir çoxları bunun izahını istəyir. At quyruğu sindromu nədən əmələ gəlir? Niyə görə baş verir? At quyruğu sindromu onurğanın bitdiyi yerdən sonra, deməli, sinir liflərinin zədələnməsi ilə gedən onurğanın bir xəstəliyidir. Yəni, 1-ci, 2-ci bel fəqərələrindən sonra bizim onurğa beynimiz bitir və onurğa beyni bitəndən sonra yalnız sinir, deməli, lifləri uzanır ta onurğa bitənə kimi. Və əgər onurğada hər hansı bir həcmli proses, iltihabi proses, yəni beyində şiş, onurğa beyində hər hansı bir diskin böyük bir yırtığı varsa, beldə bir abses varsa, iltihabi proses varsa, bunlar həmin sinirlərə çox möhkəm bir təzyiq göstərə bilər və sinirlərin qidalanmasını və sinir keçiriciliyini poza bilər. Nəticədə pasiyent nə hiss eləyir? Pasiyent beldə ayağa vuran ağrılar hiss eləyir. Pasiyent aralıq nahiyəsində, yəni ayaqların içəri hissəsində keyləşmə hiss eləyir və ən vacib əlamətlərdən biri pasiyent sidik saxlaya bilmir. Bax, bu artıq bir çox hallarda fəqərə arası disklərin çox böyük ölçülü yırtıqlarının gecikmiş mərhələsində yaranan fəsaddır. Onu da qeyd etmək istəyirəm ki, bu pasiyentlərin 20%-də çox ciddi bir fəsad qalır. Yəni bu pasiyentlərin bu sidik saxlamama və keyləşmə kimi əlamətlərini tamamilə müalicə etmək mümkün olmur. Ona görə əgər ayağınıza vuran ağrılar, ayaqda keyləşmə, hissiyatın itməsi və güc itməsi kimi əlamətlər başlayıbsa, dərhal nevroloqa müraciət etmək, səbəbi araşdırmaq və bu problemlərin ağırlaşmamasının qarşısını almaq lazımdır.